Bağınızı və ya həyətyanı sahənizi bəzəyir, torpağı qüvvətləndirir, çevrədəki səs-küyü 4 dəfə azaldır, tozu, zərərli qazları aradan qaldırır. 4 dəfə çox oksigen ifraz edir, müxtəlif həşəratlardan və ağcaqanadlardan qoruyur. 100 ilə yaxın ömrü olan bu bitki Orta Asiya ölkələrində dərman bitkisi kimi də istifadə olunur. Vətəni Çin olan bu bitki indi Azərbaycanda becərilməyə başlanılıb. Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda gördüyünüz Pavlovniya adlı belə bir bitki yetişdirilir. Bu bitkinin sənaye əhəmiyyətindən başqa çirkab sularının təmizlənməsi özəlliyi də var. Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun istixana kompleksində Pavlovniya bitkisinin çoxaldılaraq yetişdirilməsinə başlanılıb. Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun elmi katibi Zəminə Sərhədovanın sözlərinə əsasən, çox sürətli böyüməsi ilə tanınan Pavlovniya ağacı ildə təxminən 3-4 metr boy atır və az qulluq tələb edir. Sifarişlə də eləyə bilərik. Belə meşə əraziləri üçün də çirkab sularının təmizlənməsi üçün də bu bitkidən istifadə etmək olar. Ona görə də fikirləşirəm ki, dövlət də bu bitkiyə çox böyük diqqət ayıracaqdır gələcəkdə və onu da qeyd etmək istəyirəm ki, artıq maraqlananlar var bu bitki ilə. Və belə sahələrdə də ayrıca əkmək olar. Əsasən deməli qovaq yetişdirilən, yəni qovaq bitən ərazilər bu bitki üçün çox uyğundur və su daha çox tələb edir ki, bilirsiniz ki, su vasitəsilə daha böyük, deməli inkişafı daha güclü olur. Zəminə Sərhədova Pavlovniya bitkisi haqqında bilgi verərək vurğuladı ki, bu bitki mebel sənayesində də istifadə məqsədi ilə yetişdirilir. Bu bitkinin deməli dekorativ bitki kimi əhəmiyyəti ondan ibarətdir ki, bu bitkinin gözəl çiçəkləri vardır, bənövşəyi rəngli, iri, boru formalı, salxım şəkilli çiçəkləri vardır ki, bu da ona dekorativ bitki kimi çox gözəl bir özəl xüsusiyyət verir. O cümlədən bu bitkidən əldə olunan taxta çox qiymətli bir taxtadır. Mebel sənayesində, taxta sənayesində çox geniş istifadə olunur. Həmçinin də bunun bitkinin görürsünüz ki, gövdəsi düzdür. Bu bitkini deməli sahədə də əkdikdə belə düz formada inkişaf edir və qabığı da, oduncağı da hamar olur. Ona görə də bu bitkinin taxtası çox möhkəm olur və əyilməyə davamlıdır. Bu ildən Azərbaycanda çoxaldılmasına başlanan Pavlovniya bitkisi Yaponiya, Avstriya, Amerika Birləşmiş Ştatları, Vyetnam, Lagos, Tayland, Yeni Zelandiya, Malayziya, İtaliya, Avstriya və Fransada daxil olmaqla dünyanın 40-dan çox ölkəsində geniş şəkildə becərilir. Ölkəmizdə qışın çox sərt keçdiyi yerlər istisna olmaqla qovaq əkini aparılan yerlər də bitir. Yarpaqları zülalla zəngin ağacın çiçəkləri bənövşəyi, ətirli, boru şəkilli və salxım şəklində olur. Bu gözəl çiçəkləri may ayında müşahidə etmək mümkündür. Xanım Xatun, Vilayət Əkbər, Çingiz Qədimli, Qafqaz TV.